Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihi tayyibine tahirinel ma'sumin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Biz keçənki mövzumuzda Allahın rəhməti ilə bağlı əxlaqi keyfiyyətlərə, əxlaqi mövzuya toxunduq, bəhs elədik və Həzrət Əmir əl-Mömininin Nəhcül Bəlağəsindən Hikmət 21-dən bir xutbə oxuduq və izah elədik siz əzizlər üçün. Amma bugün bu mövzunu yenə də mən siz əziz möminlərlə bölüşəcəm ki, bu mövzu çox mühüm mövzudur. Çünki biz əgər istəyiriksə Allahın rəhmətinə qərq olaq, daim Allahın rəhməti bizə şamil olsun, mütləq şəkildə gərək əxlaqi keyfiyyətlərimiz, əməl və rəftarlarımız, batini aləmimiz gərək islah olsun. Təlim tərbiyəyə çox mühüm ehtiyacı var. Baxın, əziz möminlər, biz keçən mövzumuzda bir hədis oxudum mən siz üçün ki, əziz Peyğəmbərimiz buyurur ki, mən gözəl əxlaqları kamilləşdirmək üçün göndərilmişəm. Yəni, Allah məni göndərib, məbus eləyib, seçib ki, mən əxlaqi keyfiyyətləri, əxlaqları kamilləşdirim. Yəni, natamam qalan, edə bilmədiyiniz məsələləri mən öz əxlaqi keyfiyyətlərimlə, öz əməl və rəftarımla sizə təqdim eləyim. Ona görə Allah buyurur ki, usvətun həsənə, Peyğəmbər sizin üçün çox gözəl bir nümunədir, çox yaxşı bir nümunədir. Çünki sizin edə biləcəyiniz bütün əməlləri o edib sizə praktiki olaraq göstərir. Yəni, siz deyə bilmərsiniz ki, hər hansısa bir əməli mən edə bilmərəm. Yəni, heç bir bəhanə, heç bir, belə deyim, üzr yeri yoxdur. Peyğəmbər sizin üçün bir praktiki olaraq nümunədir. Onun əhl-i beyti, ilahi övliyalar, Allahın əziz peyğəmbərləri, hər biri sizin üçün yaxşı bir nümunədir. Hətta Allah Həzrəti İbrahimi misal çəkir. İbrahimdə sizin üçün götürüləcək əxlaqi keyfiyyətlər var. Yəni, onlar hər bir bəhanənin qarşısını alır. Ki, bəzən olur da biz deyirik ki, yox, mən edə bilmərəm, mən mümkün deyil, filan günahı tərk eləyim, mümkün deyil, filan namazı qılım, filan zikr eləyim, vacibatı yerinə yetirim. Yox, bu bəhanələr yersiz bəhanələrdir. Yersiz bəhanələrdir. Baxın, əziz möminlər, bu hədis ki, mən oxudum ki, əziz Peyğəmbərimiz buyurur, mən gözəl əxlaqları kamilləşdirmək üçün göndərilmişəm. Bu hədis açıq-aşkar bunu göstərir ki, Peyğəmbərlərin risalətinin əsas hədəfi əxlaqı kamilləşdirmək olub. Yəni, Peyğəmbərlər bunun üçün məbus olublar ki, insanların əxlaqını kamilləşdirsinlər. Yəni, onlar bizim üzərimizdə bir misal çəkirəm. Necə ki, məsələn, xəstələnəndə gedərik həkimə müraciət eləyərik. Həkim bizi müayinə eləyər, onun müayinəsi nəticəsində ortaya çıxardığı o xəstəliyə uyğun olaraq da bir dənə resept yazar. Hətta biz o sahəni bilmirik, başımız çıxmır o reseptdə bilmədən, amma həkimin o sahəsinə, onun mütəxəssisliyinə olan yəqinimiz səbəb olur ki, gedirik biz o
başımız çıxmadığı halda o dərmanları, o resepti aparıb aptekə təqdim edirik, o reseptləri alıb, resepti təqdim edib, dərmanları alıb başlayırıq o müalicəni etməyə. İndi bizim misalımız da eynən bu cürdür ki, rəvayətlərdə də gəlir ki, sizin misalınız xəstə misalıdır ki, sizin ruhunuz hansısa günahlar vasitəsilə çirklənir, xəstəlik tapır, ruhunuz xəstələnir. Və o, Peyğəmbər buyurur ki, Allah Peyğəmbər və onun ilahi övliyaları, onun ən əziz bəndələri nədir? Kəttayyib. Onların vəzifəsi təbibə misalı, onların misalı təbibə bənzəyir, həkimə bənzəyir. Ki, necə ki, həkimin yanına gedirdin, heç bilmədən, başın çıxmadan nə yazıbsa, onu alıb istifadə edirsən və sağalırsan, eynən də sən ruhuna o qədər müsəllət deyilsən, o qədər ruhunun incəliklərini bilmirsən, ruhuna alim deyilsən. Amma Peyğəmbər ruhun bütün incəliklərini bilir. Bütün zərif incə nöqtələrini bilir. Hansı zikr ruha lazımdır? Hansı qadağalar ruha lazımdır? Nəfsin təlim tərbiyəsində hansı işlər mühümdür? Ona görə biz Peyğəmbərə özümüzü möhtac bilirik, ehtiyaclı bilirik ki, biz gərək Peyğəmbərin dizinin dibində oturaq. O nə desə ona əməl eləyək ki, ta bu mənəvi xəstəliklərdən qurtulaq, nicat tapaq. Ona görə Peyğəmbərlərin ən mühüm vəzifəsi insanların əxlaqını kamilləşdirməkdir. Əgər əxlaq mövzusu olmasa, yəni əxlaq anlayışı olmasa, dinin və təbliğatın kamilliyindən danışmaq mümkün deyil. Yəni dinin və əxlaqın bir-birinə sırf bir bağlılığı var. Din varsa mütləq əxlaqi məsələlər də yanındadır. Onunla birgədir. Din gəlib ki, bizim o əxlaqi məsələlərimizi öz öhdəsinə götürsün. Məsələn, indi biz bir neçə ayə də oxuyacağıq bundan bağlı. Peyğəmbərin Cümə surəsində deyirik və yüzəkkihum və yuallimuhumul kitabə vəl-hikmə. Peyğəmbər neynədir? Nazil oldu ki, təskiyə eləsin, təlim tərbiyə eləsin insanları. Onlara təlim tərbiyə eləsin, onları kamala çatdırsın, onları saadətə çatdırsın. Elə insan fitrətən də Peyğəmbərin varlığına olan ehtiyacını görür, hiss eləyir ki, fitrətən insanı bir ilahi övliyaya, bu yolu gedən, bu yola çatan, Allaha qovuşan bir kamil bəndənin olmaqlığı mənim həyatımda, onunla həmsəfər olmaqlığım mənim zəruridir. Mütləq mən onunla birgə olmalıyam. Onunla birgə olmalıyam. Və Allah da bu ehtiyacı görür, bilir və bizim bu ehtiyacımızı bizdən əsirgəmir. Bizə Peyğəmbər göndərir, ilahi övliyalar göndərir ki, biz onlardan təlim tərbiyə alaq, onlarla birgə bu yolu gedək. Əgər Peyğəmbərlər məbus olmasaydı, məsələ, yəni insan düşünməyi belə insanı heyrətə gətirir ki, çox qəribə olur insan. Yəni mənim kimi bir insan varlığı olmaya mənim həyatımdakı o kamil bir varlıqdır. Mən bu yolu getməliyəm onunla birgə. Bu təsəvvür belə əgər olmasa nə olar? Təsəvvür adamı heyrətə gətirir. Yəni Allah da bilir bizim ehtiyacımızı və alimdir bizim ehtiyacımıza. Ona görə bizim üçün Peyğəmbərlər məbus eləyib, seçib, ilahi övliyalar seçib ki, onlar bizi kamala aparsın, öz əməl və rəftarları ilə. Peyğəmbər bizim həyatımızda mühüm ilahi rəhmətin bir göstəricisidir. Peyğəmbərə biz baxanda Allahın rəhmətini müşahidə edirik. Onun əxlaqi keyfiyyətlərinə, davranışına, onun əhdə vəfalığına, onun hətta zarafatına, onun ibadətinə, onun göz yaşlarına, bütün onun
əməl və rəftarlarına baxanda biz Allahın rəhmətini Peyğəmbərin vücudunda müşahidə edirik. Və belə bir Peyğəmbərə insan özünü ehtiyaclı bilir. Ki, mütləq şəkildə mən o Peyğəmbərdən, onun ruhundan, onun təlim tərbiyəsindən bəhrə aparmalıyam, qidalanmalıyam. Bəli, Həzrəti İbrahimin bir neçə duasından mən istəyərdim siz əzizlərlə bölüşüm ki, elə bu da əziz Peyğəmbərin insanın əxlaqi keyfiyyətlərinə, Allahla olan bağlılığına bir işarədir. Həzrəti İbrahim buyurur ki, İbrahim surəsi 40-cı ayədə: Ey Rəbbim, məni namaz qılanlardan et. Namaz qılanlardan et, yəni daim mən sənə ehtiyaclı olum. Baxın, biz bəzən məsələni səthi, görünən tərəfini düşünürük. Yəni, belə deyim də, rüküyə gedim, səzdə edeyim, bunu tutum, namaz bu. Yox, namaz yəni daim Allahla birgə olmaq, daim Allah düşüncəsində olmaq, daim Allahla insan müamilə eləməsi. Yəni, hər hansısa bir iş görürəmsə, bu işdə Allahın razılığını düşünməliyəm ki, mənim bu attığım addımda Allahın razılığı var ya yox. Yəni, namaz elə tək elə o düşündüyünüz 2 rükətli namazdan ibarət deyil. İnsanın bütün əməlləri, rəftarları gərək Allah istəyən kimi olsun. Allah istəyən kimi. Buyurur ki, ilahi, ey Rəbbim, məni namaz qılanlardan et. Həmçinin nəslimi də, baxın, insanın dövrü ətrafı, ailəsi, dostları, qonum-qonşusu, bunlar hamısı insanın əxlaqından, rəftarından təsirlənməlidir. Xüsusən insanın öz əzizləri, ailəsi, xanımı, uşaqları, övladları ki, insanın əxlaqi keyfiyyətlərindən təsirlənməlidir və onlar da Allaha bənd olmalıdır. Bəzən insan, məsələn, evdə bir fironluq göstərir. Məsələn, namaz qılın, namaz qılmasaz belə əsəbləşir, qışqırır. Yox. İnsan əxlaq nümayiş elətdirməlidir. Sən özün gözəl bir Allaha bəndəçilik nümayiş elətdir, sənin xanımın, sənin övladların sənin bu əxlaqi keyfiyyətindən, bu bəndəçiliyindən təsirlənəcək. Və onlar da namaz qılanlardan olacaq. Və ardıca buyurur ki, ey Rəbbimiz, duamı qəbul et, duamızı qəbul et. Yəni, duanın qəbul olması da insanın əxlaqına bağlı olan bir məsələdir. Çox mühümdür. İnsanın əgər əməlləri Allahla olan bəndəçiliyi ilə uyğun gəlməsə, təbii ki, onun etdiyi dualar qəbul deyil. Məsələn, Həzrət Əmir əl-Möminin Kumeyl duasında buyurur ki, ilahi, o günahlarımı bağışla ki, mənim dualarımı həbs eləyib. İlahi, o günahlarımı bağışla ki, mənə bəla nazil olmasına səbəb olur. İlahi, mənim o günahlarımı bağışla ki, ismət, həya pərdələrimi yırtıb. Baxın, insan etdiyi günahlara görə insanın əxlaqi keyfiyyətləri əlindən gedir. İnsan etdiyi günahlara görə hər hansısa, belə deyək, məsələn, birini oxudum, dualarını həbs eləyir, dualarını qəbul olmasının qarşısını alır. Yəni, Allahın heç bir bəndəsi ilə, belə deyim də, bir problemi yoxdur ki, bəndənin özündə ciddi problem var ki, əməlləri, rəftarları o bəndəçiliyi ilə Allahla olan münasibətini korlayır. Və sonra da Allahdan gileylənir ki, nə üçün mənim duam qəbul olunur, nə üçün, məsələn, yoxsa Allah məni unudub, Allahın məndən zəhləsi gedir. Yox, sən əməllərini, əxlaqi keyfiyyətlərini düzəlt, ondan sonra Allahdan bir gözləntin olsun. Əks halda sən əxlaqi keyfiyyətlərini düzəltmədiyin halda Allahdan nə üçün belə bir yüksək bir gözləntin olmalıdır? Mümkün deyil. Məsələn, bu bilirsiniz nəyə bənzəyir? Məsələn, universitetə daxil olmalıdır. Universitetə daxil olmalıdır. Oxumur, yatır, əylənir, vaxtını boş-boş şeylərə sərf edir.
Və imtahan günü də gedir, imtahandan kəsilir. Məsələn, sonra atır bunu, məsələn, müəllimlərin üstünə və yaxud nələrsə bəhanələr. Yox, axı sən oxumadın, axı sən çalışmadın. Quran da özü buyurur, hər bir insanın səyi qədər uğuru və nailiyyəti var. Sən nə qədər ciddi olsan, nə qədər ciddi çalışsan, bir o qədər Allah yanında da bir hörmətin olacaq. Baxın, burada Həzrəti İbrahim bu ayədə özü üçün dua eləyir, öz əhli əyalı üçün dua eləyir, övladları üçün dua eləyir. Burada bu ayədə mən 3 nöqtəni çıxarış eləyirəm siz əzizlər üçün ki, bu ey Rəbbim məni namaz qılanlardan et, həmçinin nəslimdən də ey Rəbbimiz duamı qəbul et. Bu İbrahim surəsinin 40-cı ayəsində 3 çıxarış var ki, insan namazda sədaqətli olmalıdır. Yəni namazda sədaqətli olmalıdır bu mənada ki, namazı namaz olmalıdır. Namazda, məsələn, Quran-ı Kərimdə bir ayədə Allah təala buyurur ki, "Veylul lil musallin", vay olsun namaz qılanların halına. "Hum an salatihim sahun", onlar namazlarından qəflət eləyirlər. Yəni namaz qılır, amma o namaz ruhiyyəsi onda yoxdur. Namazda fikri dağılır, namazda zikrin əhəmiyyətinə fikir vermir. Diqqətlə Allahın huzurunda xuzu və xuşu halında namaz qılmır. Yəni, belə deyim də, tez qılım yola verim. Boynumdan götürülsün, namazım qəziyə getməsin. Heç qəziyə gedəndə də fərqində deyil. Bilmir nəyi əldən verib. Diqqət eləyirsiniz. Birinci, bu çıxarışdır ki, yəni insan namazda sədaqətli olmalıdır. Namazına ciddi yanaşmalıdır. Namazın məsuliyyətini anlamalıdır ki, dinin sütunu namazdır, hədisə əsasən. Əgər namaz qəbul olsa, digər əməllər də qəbul olacaq. Böyük-böyük ariflərdən belə dua eləyiblər. Mən oxumuşam həyatlarında, deyirlər ki, ilahi, ey kaş 2 rükət qəbul olunmuş namaz özümdən apara biləydim. Yəni, namaz bu qədər ciddi məsələdir ki, sən bunu yola verirsən, tez bazar qılıb qaçırsan. İkinci məsələ, bu ayədə çıxarılan nöqtə budur ki, Allahla rabitədə insan qalması. Yəni, insan daim Allahla bir rabitədə olmalıdır, get-gəlli olmalıdır. Yəni, elə bizim Allahla olan ünsiyyətimiz tək elə namaz vaxtı olmalı deyil. Namazdan qeyri bir vaxtda da, halda da insan Allahla olmalıdır. Allahla nəfəs alıb verməlidir, Allahdan qəflət eləməməlidir. İnsanın daim Allahla rabitədə olmasına kömək eləyən mühüm amil duadır. İnsan dua etdiyi zaman Allahla möhkəm bir bağlılıq yaranır. Yəni, dua elə bir haldır ki, insanın fəqir, miskin, yoxsul olmağını ona başa salır. Dua elə bir haldır ki, insanı mütləq varlığa ehtiyaclı olduğunu hiss elətdirir. Ki, mən ehtiyaclı bir varlığam, kimə? O qəniyə, huvəl qəni, o qənidir, ehtiyacsızdır. Bu bir məsələ. Üçüncü məsələ isə insanın dua və ibadətlərinin qəbul olmasıdır. Bu çox mühümdür, çox mühümdür. İnsan gərək bu məsələnin ciddiliyinə diqqət eləsin. Yəni, mən dua eləyirəm, ibadət eləyirəm. Düzdür, ola bilər hər hansısa duan, ibadətin nəticəsi sənin üçün tez hasıl olmasın. Və yaxud duaların bu dünyada qəbul olmasın, ahirətə saxlanılsın. Bu, Allahın hikmətinə söykənən bir məsələdir. Çünki Allah deyir, mən bildiklərimi siz bilmirsiniz. Mən sizin üçün daha xeyirlisini fikirləşirəm. Amma hər bir halda insan o duasının, ibadətinin qəbul olmasının şərtlərinə diqqət eləməlidir. Məsələn, duanın, ibadətin qəbul olma şərtlərindən biri nədir? Ən mühümü, insanın günahları tərk eləməsi. İnsan günahları tərk elədikcə bilsin ki, bu sənin dua və ibadətlərinin qəbul olmağına bir şərait yaradır. İkinci məsələ, dua və ibadətlərin qəbul olmasının ikinci şərti budur ki, insan valideynlərinə itaət eləməlidir. Onlara xadim olmalıdır. Onların razılığını ələ gətirməlidir.
diqqət edirsiniz. Üçüncü məsələ insanın sədəqə verməsi. Çox mühümdür. Sədəqə nə qədər bəlanı, gözə görünən, görünməyən bəlaları insandan dəf eləyir. Və sədəqə eynən insanın ömrünü sığortalayır, hasara alır. Ona görə sədəqə verməyi də unutmayan insan. Ki, digər şərtləri də var da vaxtımız buna icazə vermir. Hər bir halda bu İbrahim əleyhissalamın duasıydı. Mən bir məsələyə də toxunum ki, duanın 5 mühüm əlaməti var. Özünü Allahın yolunda möhkəm saxlamaq, dua ilə yanaşı insan Allaha bəndəçilikdə sabit qədəm olmalıdır, möhkəm olmalıdır. Yəni, hər hansısa təbii hadisələr, imtahan və yaxud bəla, hər hansısa bir hadisələr sənin Allahda olan o sabitliyini, o möhkəmliyini pozmamalıdır. Bu bir. İkinci məsələ, övladına daim iman və itaət yolunu öyrətmək. Övladın ata-ana boynunda müəyyən bir vəzifələri var. O vəzifələrdən mühümü Allaha ibadət və itaətdə onu formalaşdırmaqdır, təlim, tərbiyə eləməkdir. Amma mərhəmət hissi ilə, fironluqla yox. Güc, qüvvətlə, nə bilim, o səndən zəifdir, öz gücümü, qüdrətimi onun üzərində göstərim, yox. Sevgi ilə, məhəbbətlə. Üçüncü məsələ, namaz kimi əsas məsələlərdə davamlılıq. Yəni, insan namazında axsatma eləməməlidir. Əgər namazı vaxtında qılsaq, diqqətlə qılsaq, qəziya verməsək, bu sabit qədəmlilik bizim üçün bir nəticə hasil eləyəcək. Dördüncü məsələ, duanın qəbul olunması. Duanın qəbul olunmasında da insan ciddi olmalıdır. Yəni, çalışmalıdır. Hər əməlinə diqqət eləməlidir ki, mənim hər hansısa bir günahım duamın qəbul olmasının qarşısını almasın. Beşinci məsələ, Allahın rəhmətinə olan ümumi ehtiyac. Ümumi ehtiyac. Yəni, bütün bu dediklərimizin nəticəsi bu olur ki, insan bütün əməllərində Allahın rəhmətinə sığınmalıdır. Yəni, etdiyim dua, etdiyim ibadət, verdiyim sədəqə, nə bilim, əxlaqi keyfiyyətlərin, bunların hamısının fonunda Allahı görməlisən. Allaha vəsl eləməlisən ki, Allahın fəzlidir, Allahın mənə inayət etdiyidir, Allahın mənə verdiyi tövfiqatdır ki, Allahın rəhməti mənə şamil olur. İnsan bunların hamısını Allahın rəhmətində cəm eləsə, nəticə çox gözəl olacaq. Və salamu aleykum və rəhmətullah.